Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. Gülü, bağı, bağçası. Nə istəyirsən burada var. Ev deyil, həqiqətən muzeydir. Şəxsi tikili 2 sot yarımın içində 100 kvadrat. Harda? Masazırda. Masazırda. Qiymətin sizə deyəcəm indi. Baxın, palma ağaclarımız, hər bir şey. Birinci buradan başlamışam sizin için. Daimi suyu. Baxın. Həqiqətən evin için görsünüz. Həqiqətən evin içi elə bir evdir ki, özüm özümə, mən nə bilim, vuruluram da bu evə. Özü də əşyalı ya. Heç nə götürmür evdən. Nə var qalır. Nə var qalır. Bir dənə paltarını götürüb çıxacaq evdən. Masazırda Cantəpədə. 142-100 metr. Baxın, geniş həyətimiz. Göstər qardaş. Bir dənə evin üzünü də göstərək. Ev həqiqətən də qəşəng bir evdir. Yəni, mən nə bilim, mən belə bir ev şəxsən, yəni şəxsi tikili 100 kvadrat ev Masazırda çox görməmişdim də. Yəni, orada da hamam samuzellərimiz var. Gələndə görəcəksiniz. Evin içində nə var qalır da. Yəni, nə var qalır. Çox da əşyası var. Bahalı əşyaları var. Həqiqətən də bahalı əşyaları var. Bir dənə evin içinə girdik, belə bir qəşəng koridorumuz. Görürsünüz. Wi-Fi-mıza qədər var. Evə girirsən, ev adamla həqiqətən də danışır da, Yurinin sözü olmasın. Bir dənə saata baxın. Bax, bu saatı görürsünüz. Saat da evin içində paydır. Bax, burada geniş belə bir, çox geniş zalımız var. Nə var evin içində qalır? Bir dənə ayı qalmırdı. Onu mən yəsi ilə danışdım. Dedim, bu evi üstündə bayını pay verəcəm. Babay məndən paydır. Nə var qalır? Nə var qalır? Telefonum yadımdan çıxıb qaldı burada. Bax, burada da geniş belə bir yataq otağı nədir? Kuxnamız var. Bu kuxnada nə görürsən qalır. Televizor nə qədər qalır. Hamam samuzel. Qəşəng, səliqəli. Qiymət 91.000 manat verdin. Bu evi verdim sənə. Oldu nə? Gələ məndən. Burada da geniş yataq otağımızdır. Baxın, burada nə görürsünüzsə yataq otağımda. Şəkillər zad var, çox çəkə bilmirəm. Nə görürsünüzsə yataq otağımda qalır. Burada da nə görürsən bu yataq otağında qalır. Yəni ev həqiqətən də çox gözəl bir evdir. Qiymətinə görə də normal qiymətdir. Qazı da var, suyu da var, işığı da var, mərkəzi kanalizasiyası da var. Hər şeyi var bu evin. Sağ olun.